Verilişin baş sponsoru Sizin Mebel. Sponsor Chill Viza şirkəti. Sumqayıt Musiqi Kollecinin müəllimi, Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Kəmalə Qubadlı. Xoş gördük Kəmalə xanım, gözəl bir ifa ilə başladıq. Bizə baxanlar vaxtınız xeyir olsun. Saatlarımız 17:00-ı göstərir və Kanal S-də eşitməyə qalmasının verilişinin vaxtıdır. Bugün də efirimin dəyərli qonaqları var. Elə gözəl bir ifa ilə başladıq. Bir daha vurğulayıram Aşıq Kəmalə xanımın gözəl ifası ilə və dəyərli digər bir qonağım da var ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Arzu Aliyeva bizimlə bərabərdir. Hüquq Bürosu MMC-nin direktoru. Arzu xanım, siz də xoş gördük. Buyurun Kəmalə xanım, siz də salamlayın bir daha. Sizi salamlayıram, sizin yaradıcı heyəti salamlayıram, bizi izləyən tamaşaçıları salamlayıram. Gözəl vəkilimizi salamlayıram. Hər günləriniz bax belə sazlı, sözlü olsun inşallah. Amin. Arzu xanım bizə lazımdır. Çünki bugün bizə baxanlar diqqətlə qulaq asın, bizi dinləyin, bizi izləyin. Çünki bugün vərəsəlikdən danışırıq. Arzu xanım, vərəsəlik nədir və qanunvericiliyimizdə necə tənzimlənir bu? Mən əvvəla hər kəsi salamlayıram, bizi seyr edənləri, sizin heyəti, bütün hamını, qonağımızı, Kəmalə xanımı salamlayıram. Və məmnuniyyətlə sualınıza cavab verim. Vərəsəlik Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə tənzimlənir. Vərəsəlik vəfat edən şəxsin əmlakının digər şəxslərə qalmasıdır, övladlarına və yaxud da ki, vəsiyyət üzrə vərəsələrə. Kimlər vərəsə sayılır? Yəni birinci dərəcəli və yaxud ikinci dərəcəli vərəsələr deyilir də, belə deyək. Bəli, qanunda 5 vərəsəlik növbəsi müəyyən olunub. Birinci növbə, ikinci, üçüncü, 4, 5-ci növbə vərəsələr.
Birinci növbə vərəsələrə vəfat edənin övladları, valideynləri, ər-arvad daxildir. Bunlar həm birinci növbə vərəsələrdir, həm də məcburi payı olan vərəsələrdir. Yəni, ola bilər ki, şəxs vəfat edir, bütün əmlakını kiməsə vəsiyyət edir, amma bu birinci növbə vərəsələrin o vəsiyyətnamədə olan əmlakda məcburi payı var. Yenə deyirəm, baxmayaraq ki, bütün əmlakı vəsiyyət edir, amma birinci növbə vərəsələrin məcburi payı var, yəni onlar oradan pay ala bilirlər. İkinci növbə vərəsələr var ki, bunlara da bacı, qardaşlar aiddir. Əgər bacı, qardaşlar sağ olmasa, onların övladları valideynlərin əvəzinə vərəsə hesab olunlar. Üçüncü növbə baba, nənə, dördüncü növbə xala, bibi, əmi, dayı, beşinci növbə xala uşağı, bibi uşağı, o da gedib çatanlar varmı görəsən, maraqlıdır mənə. Ola bilər. Arifxan, bu notarial qaydada olur, yoxsa necə yazılır? Vəsiyyətnamə, bəli, notarial qaydada vəsiyyətnamə ola bilər və əl yazması sadəcə notarial təsdiq etmədən də ola bilər vəsiyyətnamə, amma hər bir halda notarial qaydada yazılmış vəsiyyətnaməyə üstünlük verilir. Vərəsə dəyişdirilə bilərmi və yaxud sonradan ləğv oluna bilərmi? Tutaq ki, mən evi vermişəm oğluma, amma sonradan ləğv edirəm, dəyişib qızıma verirəm. Bəli, mümkündür. Yəni, şəxs vəfat etdiyi tarixə qədər, yəni istənilən vaxt vəsiyyətnaməni ləğv edə bilər, vəsiyyətnamədə dəyişiklik edə bilər. Ola bilər ki, şəxs vəfat edəndən sonra onun bir neçə vəsiyyətnaməsi üzə çıxsın. Əgər vəsiyyətnamədə... Gizli yazılıb demək olar. Ola bilər, əlbəttə, ola bilər ki, heç xəbər vermir, yazır. Bir neçə vəsiyyətnamə üzə çıxa bilər. Əgər vəsiyyətnamələr biri-birini təksib etmirsə, onda hamısı qüvvədədir. Yəni, ola bilər birindən maşını bağışlayıb, birindən torpağı bağışlayıb və s. Yəni, əgər vəsiyyətnamə biri-birini təksib etmirsə, hamısı qüvvədədir. Yox, əgər biri digərini təksib edirsə, siz deyən kimi, məsələn, avtomobili bir övladına bağışladı, bir neçə aydan sonra başqa bir övladına bağışladı, onda axırıncı tərtib olunmuş vəsiyyətnamə də qüvvədə olur. Kəmal xanım, siz də bir valideynsiniz. Sizin fikrinizcə necə bölgü olunmalıdır bu uşaqlar arasındakı sonradan söz-söhbət olmasın? Yəqin bilirsən, yaxınlarda ola bilər, qohumlarda kimdəsə bu bizdə mülk davası yetir də, belə deyim. Necə bölünməlidir sizin fikrincə bir valideyn olaraq? Valla, mən ədalətli olmalıdır da məncə. Hər şey öz qanun nə deyirsə, mənə elə gəlir ki, onunla da irəliləmək lazımdır. Məncə birinci növbədə övladlardır da, düzdürmü? Aşıq sənətində hansı yeniliklər var? Aşıq sənətində mən deyərdim ki, təzə yeni mahnılar yazdırıram. İndi bir mahnım da var, onu da sizin efirdə inşallah ki, oxuyacağam. Öz elimizə, obamıza, Qubatlımıza aiddir. Öz sənətim üzərində çalışıram, tələbələr yetişdirirəm. Bax, belə. Müğənnilər arasında davalar olur, qırğınlar olur, efirlərdə görsənir. Son günlər baxıram ki, bəzi aşıqlar da artıq bəzi müğənnilərə söz atırlar. Amma əvvəllər yox idi, belə deyim, Kəmal xanım. Ki, aşıqlar ilə öz sənətləri ilə məşğuldur. Ad çəkmək istəmirəm indi, belə deyim. Bəlkə qarşınıza çıxıb görmüsünüz. Görmüşəm təbii ki, müğənnilərə deməzdim, yəni istər-istəməz bilirsiniz necədir? Saz ifaçılarına da aşıq deyirlər, ustad aşığa da aşıq deyirlər. Yəni onların ikisini bir tutmaq olmaz. Çünki saz ifaçısı sırf toyda solo ifa eləyir, o adi saz ifaçısıdır. Ancaq aşıq isə aşıq həm sazı ifa eləyir, həm də oxuyur. Ona aşıq deyirlər, yəni. Ona görə mənə elə gəlir ki, belə şeylərin üstündə biraz qalmaqal yaranır. Kəmal xanım, açığa bilərik, kimlərə aşıq deyə bilərik, kimlər saz ifaçısıdır siz demişkən. Məsələn, aşıq kimlərə deyilir, kimə deyirsiniz məsələn? Aşıq, məsələn, rəhmətli Dədə Ədalət olub. Məsələn, Aşıq Ədalət var, Aşıq canım sizə desin, Əli Quliyev var. Onlar aşıq xanlar, rəhmətlik. Yəni, bunlar sırf ustad sənətkarlar olub, Aşıq Ulduz xanım. Yəni, bunlar aşıqlardır. Ancaq saz ifaçıları isə, məsələn, demək olar, Mübarizdə efir vasitəsindən salamlayıram. Aşıq Mübariz. Aşıq Mübarizi, bəli, onun da atası rəhmətli aşıq olub. Ancaq ki, Mübariz də düzdür, saz sənətinə məşğul olsa da, aşıq havalarının bəzilərindən məlumatı var. Ancaq mən deyərdim ki, o ən çox saz ifaçısı kimi tanınıb da. Namiq Fərhadoğlu. Namiq Fərhadoğlu aşıqdır deyərdim. Bəli, çünki ustad oğlundan şəhər də ola bilməz, belə bir misal da var. Yəni, deyərdim ki, çünki o gözünü açıb sazın içində saz sənətini görüb, atasından da dərs alıb, rəhmətli Aşıq Fərhaddan. Ona görə mən Aşıq Namiqə aşıq deyərəm, deyə bilərəm. Yəni, onun hətta tələbələri də var. Tələbələr də yetişdirir, dəfələrlə belə deyim, müsabiqələr də eləyib, saz müsabiqəsi keçirdib, yəni istedadlı saz ifaçılarının müsabiqəsində keçirdib. Bu da sevindirici haldır ki, saz sənətimizə
belə deyim ki, qiymət verir və Kəmal xanım, deyirsə tələbələrim var. Maraq varmı saza uşaqlar arasında, gənclər arasında belə deyək də? Təbii ki, var. Ən çox da mən deyərdim ki, ən çox toy bazarına da, belə deyim, toy bazarına gəlirə görə. Bəli, gəlirə görə. Çünki klassik aşıq havalarına deyərdim ki, məsələn, 4 nəfər tələbənin klassik aşıq havalarına həvəsi varsa, qalanda, yəni toy bazarına. Deməli, biri var şou, biri var biznes. Bəli. Qaçırlar biznes tərəfə. Bəli, bəli. Kəmal xanım, neçə müddətə bir tələbə gəlsə bu saz ifanı, saz havasını öyrənə bilər, sazı öyrənə bilər, belə deyək? Yəni, o baxır uşağın götürümünə, belə deyim də, musiqi duyumuna baxır. Əgər o uşağın, belə deyək də, sluxu varsa, götürümü yaxşıdırsa, o havanı, bir havanı ən azından bir aya öyrənə bilər. Belə deyirsən, hə? Bəli, bir aya, əgər götürümü yaxşıdırsa, yox, əgər zəifdirsə, təbii ki, 2 ay, 3 ay bir havanın üzərində. Hansı yaşda artıq gəlsələr daha yaxşı olar ki, öyrənmək, o yaşda daha çox qavramaq olar? Təbii ki, kiçik yaşlarında. Kiçik yaşlarında musiqi... Hansı yaş məsələn? Məsələn, 8-9 yaşlarında, bəli, 9 uzağı 10 yaşlarında, məsələn, bu saza, yəni, çünki onda uşağın, belə deyim də, beyni ağ vərək kimi olur da, nə tövsən onu da yığır, hə. Yəni, ona görə də o yaşda mən məsləhət görərdim. Hər hansı bir vərəsə imtina edə bilərmi öz payından ki, mən istəmirəm və digər şəxslərə qalsın, belə deyək? Bəli, hər hansı bir vərəsə öz payından imtina edə bilər. İmtina edərkən kimin xeyrinə imtina etdiyini də göstərə bilər. Onda pay həmin şəxsə verilir. Yox, əgər kimin xeyrinə göstərmirsə, onda digər vərəsələr arasında onun imtina etdiyi pay bölünür bərabər şəkildə. Bəs vərəsə ola bilərmi ki, bir nəfərə verilsin, digərlərinə verilməsin, yoxsa? Yəni, vəsiyyətnamə bir nəfərə, ola bilər ki, bir nəfərə vəsiyyət etsin, bütün əmlakını ola bilər və qalanlarını məhrum etsin, hətta məhrum etsin və yaxud da ki, heç ümumiyyətlə adını göstərməsin. Bu cür hallar ola bilər. Sabah yəni o digər şəxslər gedib o bir nəfəri məhkəməyə verə bilməzsə? Xeyr, verə bilməz, hansı halda verə bilər? Əgər onların məcburi payı varsa, onlar məhkəməyə müraciət edə bilər ki, bizim məcburi payımız var, yəni bizi məhrum etsə də bizim oradan payımız var. Amma burada məhrum etmə müxtəlif qaydada ola bilər. Yəni, şəxs sağlığında məhkəməyə müraciət eləməlidir, məcburi payı olanı məhkəmə qaydasında məhrum eləməlidir, hələ sağlığında. Yox, əgər sağlığında bunu etməyibsə, o vəfat edəndən sonra qanunda müəyyən şərtlər var ki, hansı hallarda onlar vərəsəlikdən məhrum ola bilərlər. Əgər qanunda olan şərtlər varsa, onda miras alan şəxslər məhkəməyə müraciət edir. Məsələn, deyir ki, o vəfat edənə qarşı cinayət törədib, özünün vərəsəliyə çağırılmasına şərait yaradıb, valideyn olaraq ona baxmayıb, heç bir qulluq etməyib. Bax, belə hallarda digər miras almağa hüququ olan şəxslər məhkəməyə müraciət edib, həmin şəxsi vərəsəlikdən məhrum etdirə bilərlər. Arzuxan, bəs valideyn heç bir vəsiyyət etməyib də, vərəsə qoymayıb, heç bir uşağa nəsə yazmayıb. Uşaqlar o vəfatdan sonra necə bölgünü apara bilərlər öz aralarında? Belə halda qanun bölgünü aparır, yəni öz aralarında bölgü aparmır, qanun artıq bunu tənzimləyir. Belə halda qanun bütün vərəsələrə bərabər pay bölgüsü müəyyən edir. Birinci növbə vərəsələrə, əgər hər hansı bir növbənin vərəsəsində heç bir nəfər də yoxsa, onda növbə keçir ikinci növbə vərəsələrə. Orada da yoxsa üçüncü növbə və s. Yəni kimsə ailədən bir övlad durub deyə bilməz ki, o vərəsələr mənimdir, hamısı vəsiyyət edilməli, belə deyək. Hamısı mənimdir deyə bilməz, əlbəttə. Yox, vəsiyyətnamədə başqa qaydadır. Əgər vəsiyyətnamə varsa, tutaq ki, bir valideyn bir övladına bütün əmlakını vəsiyyət edib. Var bunun 3 övladı. Onda o biri 2 övladlar oradan məcburi payını alacaq. Amma vəsiyyətnamə ilə payı alan deyə bilməz, mən onlara pay vermirəm, çünki qanun onların payını ayırır. Amma burada müəyyən məsələ var. Qanun belə halda o biri vərəsələrə o vəsiyyət olunan vərəsə ilə eyni payı müəyyən etmir. Daha az pay verir. Daha çox, yəni vəsiyyət olunanda daha çox. Çünki ölənin iradəsini tənzimləyir qanun. Çünki o axı bütün əmlakını birinə vəsiyyət edib. İndi nəyə görəsə yaxşı baxıb, onu çox sevib, nə bilim, hər hansı bir səbəbdən bütün əmlakını ona baxır. Ona görə qanun vəfat edənin də iradəsini, sağlığında göstərdiyi iradəyə hörmət edir, onu tənzimləyir və məcburi paya olanlara da müəyyən bir qism pay verir və qanun o payın da qədərini müəyyən edir. Deyir ki, məcburi paya olanların payının qədəri belə hesablanır. Əgər
vəsiyyətnamə olmasaydı, həmin vətəndaşlara, həmin digər övladlara nə qədər pay düşəcəksə, məcburi pay onun yarısına bərabərdir. Aydın oldu mu? Yəni, əgər vəsiyyətnamə olmasaydı, 1/3 düşəcəkdi hərəsinə. Amma vəsiyyətnamə bir övlada qoyulduğuna görə, bütün əmlak ona verildiyinə görə, digərin məcburi payı o 1/3-in yarısı olacaq. Aha, hətta. Aydındır. Aydındır. Biz davam edəcəyik. Bizə baxanlar, mənim təşəkkürüm var. Təşəkkürümü bildirirəm. Verilişimizin baş sponsoru olan Sizin Mebel mağazasına ilə katalog vasitəsilə seçim edib sahib ola bilərsiniz. Ödəniş almırlar. Qapıda mebeli təhvil verən zamanı ödənişləri həyata keçirə bilərsiniz. 350 manatdan başlayan masa dərsləri, 400 manatdan başlayan künc divan modelləri və 650 manatdan başlayan yataq dərslərini onlayn sifariş verə bilərsiniz. Sifarişlər Bakı daxil Azərbaycanın bütün rayonlarına çatdırılır. Ətraflı məlumat üçün 055 ilə 311 53 50 nömrəsinə zəng vura bilərsiniz. Qısa reklam aramız var. Ardından Kəmalə xanımın ifadəsi ilə efirimiz qaldığı yerdən davam edəcək.
olsun. Buyurun, əyləşin Kəmalə xanım. Qısa reklam aramızdan sonra qaldığımız yerdən bərabərik. Kəmalə xanım, əvvəllər indi dəqiqin var da, bu aşıqlar yığışırdılar bir yerə, bir məclislər, saz havaları ifa edirdilər. Yenə də var onlar, yox, aşıq məclisləri belə deyirdilər də ona. Əvvəl məsələn Aşıq Pəri məclisi var idi. Aşıq Pəri məclisləri. Aşıq Pəri məclisi vardı bizim dövlət kanal televiziyamızda, amma indi də var, yəni var. Sevindirici hal budur ki, davam yəni, edir, davam belə edir, deyək. bəli. Və yeni aşıqlar ora yəqin üzv olub qoşulurlar da, bəli, belə deyək. bəli, yəni gənclər ora müraciət edirlər öz istedadlarını, yəni o məclisdə xalqımıza belə deyim də göstərirlər. Kəmalə xanım, toy məclislərində gedirsiniz Bəli, yoxsa? bəli, elimiz obamız sağ olsun. Deyir aşığı el saxlayar. Hə, ona görə də elimiz obamız sağ olsun. Həmişə elimizdə obamızda toylar olsun, şadlıqlar olsun. Biz də gələk oxuyaq. Kəmalə xanım, mən araşdırma etdiyim harca bir 10 ilə yaxın vaxta qədər, yəni çox keçmişə getmədim də belə deyim. Aşıqların solo konsert verdiklərini görmədim. Tələbat yoxdur, yoxsa deyirlər o kütləni yığmaq olmaz. Məsələn, olur. Aşıqlar Birliyi deyərdim ki, Yəni fərdi olaraq, məsələn, Kəmalə xanım özü, məsələn, Heydar Əliyev adına sarayda konsert versə, orada o kütləni yığmaq olarmı, yoxsa? Təbii ki, yığmaq olar. Ona da bilirsiniz necə, ona da vəsait lazımdır. Təbii ki, dəstək olan, belə deyim də, sponsor lazımdır. Əgər pul ayıran şirkətlər lazımdır. Bəli, şirkətlər olmalıdır ki, yəni o olmasa tək əldən səs çıxmır da. Yəni mütləq ki, dəstək olmalıdır. Dəstək yoxsa mümkünatı yoxdur. Amma mən deyirdim ki, o şirkətlər biz deyirik, elə qardaş ölkə Türkiyədən gələn müğənnilərə yetərə qədər maliyyə summalı ayrılırlar və onlar tez-tez Bakıda konsertlər verirlər, belə deyərdim. Bəli, həqiqətən də. Sağ əli bizim başımızda. Arzu xanım, sizinlə davam etmək istərdim. Şifahi razılaşma olur, vərəsəlik. Bu qanunla sayılırmı, yoxsa şifahi sayılmır razılaşma? Şifahi bir-birinə desin ki, mən vəsiyyət edirəm, yox, o belə qanun bunu qəbul etmir. Vəsiyyətnamə sirri deyilən bir məsələ var. O yazılı olur, saxlanılır və yaxud da ki, notariada saxlanılır və o vəfat edəndən sonra təqdim olunur vəsiyyətnamə. Arzu xanım, bu ən maraqlı suallarımdan biri ola bilər ki, bu ata evi kimə qalır? Oğlu yoxsa qıza qalır? Maraqlı sualdır. Ata evi kimə qalır? Elimizdə bir söz var, deyir, evin kiçik oğlu kimdirsə, evdə ona qalır. Belə deyil, ümumiyyətlə, bütün miras əmlak bərabər bölünür, amma evin kiçik oğula qalır məsələ də elə belə deyil. Bunun da bir mənası var. Qanun deyir ki, miras əmlak bölünəndə evə bölgü bir qədər başqadır. Necədir? Əgər vəfat edənlə bir yerdə yaşayırsa uzun müddət, o miras paylar içində evdə yaşayana ev daha üstün olaraq ona çatır. Yəni evdə yaşayan üstünlük hüququ əldə edir, evi əldə etməkdə. Çünki o uzun müddət vəsiyyət qoyanla, yəni vəfat edənlə birlikdə yaşayıb. Belə halda onun digər payından varsa o digər paylar əvəzləşdirir. Evi əldə edən, əgər yoxdursa əldə etdiyi evin qədərində, yəni öz payını çıxmaq şərti ilə yerdə qalanlar vəsait barədə yerdə qalan pay qədər digərlərinə kompensasiya verir. Belə halda o ev ona qalır. Arzu xanım, bu vəsiyyət yazmaqla ailə daxili münaqişə olurdu. Onun qarşısını almaq olurmu? Vəsiyyətnamə gizli yazılır, o gizli saxlanır. Əgər aşkarlanırsa vəsiyyətnamənin vəsiyyətnaməliyi artıq pozulur. O gizli qalır. Vəfat edəndən sonra da miras əmlakı ortada qalanda, vəsiyyətnamə üzə çıxanda orada da heç bir davadan söhbət gedə bilməz. Əgər narazılıq varsa, mübahisə varsa, məhkəməyə müraciət edəcəklər və məhkəmə qaydasında məsələ həll olunacaq. Bəs valideyn sağ ikən bu əmlakı bölür də, belə deyək. O vərəsə sayılır, yoxsa necə? Xeyr, o vərəsəlik sayılmır. Sadəcə əmlakı bölə bilər, amma nə qədər rəsmiləşdirilməyibsə, bu bölünmüş əmlak hesab olunmur. Bəzi valideynlər bəli, sağlığında bağışlayırlar övladlarına və onlar da vəfat edəndən sonra heç bir problem qalmır. Çünki sağkən o əmlak üzərində öz iradəsini ifadə edib bağışlayıb. Bu miras əmlak deyil. Miras əmlak odur ki, şəxs sağlığında heç bir sərəncam vermir o əmlak üzərində qalır. Vəfat edəndən sonra vəsiyyətnamə nə vaxt işə düşür? Vəsiyyətnamə şəxs vəfat edəndən sonra ortalığa çıxır və yəni artıq miras əmlak yaranır şəxs vəfat etdiyi andan. Ondan da hər kəsin vərəsələrinin miras əmlaka hüququ yaranır və həmin vaxtdan da hər kəs öz əmlakını Arzu xanım, bəs hər hansı bir ailədə bir uşaq rəsmi nikah olmadan doğulub, ona vərəsə kimi qeyd etmək olur, yoxsa? Əgər valideynlik
rəsmi qaydada tanınıbsa, valideynlik müəyyən olunubsa, həmin o uşaqlar da qanuni vərəsə hesab olunur. Ola bilər ki, ər-arvad arasında nikah yoxdur, amma uşaq dünyaya gələndə ata gedib atalığını qəbul edib. Yəni deyib ki, uşağın valideyni mənəm və uşağın atası kimi ata, anası kimi həmin valideyn ana yazılır. Belə halda əgər atalıq müəyyən olunubsa, həmin uşaq da baxmayaraq ata-ana arasında nikah yoxdur, digər ata-ana arasında nikah olan uşaqlarla eyni hüquq və vəzifələrə malikdir. Deməli qanun bax bunu da sayır, belə deyirdim. Kəmalə xanım, elə bir efirlərimiz varmı ki, o efirə çıxmırsınız ki, mən o efirdə özümü görmürəm? Təbii var. Yəni bilirsiniz necə? Hansı efirlərdir? Hansı tip verilişlərdir ki, o verilişlərdə özünüzü görmürsünüz? Məsələn, o qalmaqallı olan verilişlərdə mən yəni qaçıram. Həmişə də mən, yəni ki, bilirsiniz necədir? Bu sənətə gələndə elə qarşıma da məqsəd qoymuşam ki, yəni sənətimi belə deyim, xalqa göstərməliyəm. Arzu xanım da sizin kimi də qalmaqallı verilişlərdən qaçır. Göstərmək lazımdır. Yəni dur ona daş atsın, bu buna daş atsın. Yəni o elə şeylər mənlik deyil də. Həmişə mən qalmaqaldan qaçmışam. Hər zaman da demişəm, məclisdə belə verilişdə hansı qonaqlar var? Hə, soruşursunuz ondan. Bəli, mütləq. Hansı qonaqlar varsa, hə. Kimlərlə eyni efiri bölüşmək istəmərsiniz? Belə deyim də, sənəti aşağı olanlarla. Aha. Hə, yeni çıxanlarla, belə deyim. Yeni çıxanlarla, bəli. Bəs onlara bir dəstək lazım deyilmi Kəmalə xanım ki, onlar da istəyirlər tanınmış bir şəxs ilə efirə çıxsın? Deyir, qarğa deyir, müğənni olub, bülbül dinləyici. Bax, indi həmin o dövrdür də, belə deyim. Yəni, ona görə demirəm, mən indi bülbüləm, yox. Sadəcə olaraq, bilirsiniz necə... Deyəcək Kəmalə xanım bizimlə eyni verilişi bölüşmək istəmir o gənc müğənnilər. Yəni, hər zaman bilirsiniz necə, sənəti olana hər zaman dəstək olmaq lazımdır. Bu, təbii ki, belədir. Amma bir də görsən ki, yoxdur axı, bunun sənəti yoxdur. Nə səsi var, nə ifası var. Yəni, nə bilim, nəyəsə hesabına gəlir, məsələn, efirə çıxır, o da ki, biraz nəsə elələrlə yəni çıxmıram da efirə. Olsa belə efirdən çıxıb gedərsə. Bəli. Ümumiyyətlə soruşuram, kim var, qonaqlarınız kimdirsə, onu nəzərimdə tutub elə gedirəm. Yoxsa ki, efirdə özünüzü görmürsünüz, belə deyim. Yox. Kəmalə xanım, belə yaxın bildiyiniz rəfiqəniz, dostunuz varmı ki, bu show biznes aləmindən ki, evinizə gedir, gəlirsiniz də onların evinə gedib gəlirsiniz və yaxud hər an zəng vurub danışa bilərsiniz, nəsə müzakirə edə bilərsiniz? Təbii ki, var, amma çox azdır. Kimdir, tanınmışlardan varsa kimdir adı olaraq? Bir xanım var, şairədir, yəni onunla münasibətim yaxşıdır. Qalanla ki, salam, sağ olun. Ümumi olaraq bu show biznesdə dostluq var, yoxsa? Dostluq yoxdur, yox. Elə uzaqdan uzağa, salam, sağ ol, yəni salam, ki, bilirsiniz necə, o qədər dost deyib, belə deyim də, arxadan o qədər xəncərlə vuranlar görmüşəm ki, bu sənətdə. Ona görə bu sənətdə dost deyilən şey yoxdur. Xaricdə səfərlərə gedirsiniz, yoxsa? Bəli, təbii ki, gedirəm. Qastrol səfərlər. Qastrol səfərlər də olur, dövlət tədbirlərlə də bağlı. Bir də görsən, yəni Türkiyədə ən çox da Türkiyədə Aşıqlar Şöləni orada təşkil edirlər. Mənə də dəvət edirlər. O sevindirici haldır ki, yəni sazımızı, sözümüz hər yerdə, necə deyim, öz sözünü deyir və sağ olsunlar ki, saza, sözə bu qədər qiymət verirlər, dəvət edirlər. Kəmalə xanım, vurğuladığınız tələbələr var. Bu bəylərin daha çox marağı var, yoxsa xanımların? Ən çox bəylərin. Bəylərin, bəli. Çox əfsuslar olsun ki, qızlar da azdır. Bu sənətə deyərdim ki, həvəsi olanlar ən çox oğlanlardır. Yenə də deyirəm, yəni klassikaya biraz az meyil eləyən tələbələr var. Ən çox, yəni show biznesə. Elə bir tələbələr varmı ki, baxırsınız ki, bundan saz ifadısı olmaz, amma gəlir gedir də? Bəli, var, elələri çoxdur. Demirsiniz amma özünüz. Diplom sayəsində, yəni diploma görə o qədər oxuyan elə tələbələr var ki, yəni həvəsi də yoxdur. Deyirəm ki, məsələn, sən bu sənətə həvəsin yoxdursa, sən başqa, məsələn, sahəyə yiyələnə bilərsən, həkim ola bilərsən, müəllim ola bilərsən. Deyir, yəni mən valideynlərim deyir ki, yəni ki, get bu sənətin dalınca. Nədir, mən sevirəm də bu sənəti. Yəni ona görə uşaqları heç vaxt belə deyim də, məcbur eləmək olmaz ki, sən saz çalmalısan və yaxud da sən müğənni olmalısan, sən müəllim olmalısan. Şəxsən mən üzr istəyirəm böyüklərdən, mənim kiçik qızım xanəndədir. Özü də Sumqayıt Musiqi Kollecini bitirib, onun yəni müəllimləri sağ olsun, efir vasitəsindən salamdıram, Hafiz müəllimi, Famil müəllimi, Soram, Qasım müəllimi, Gülzar xanımı salamlayıram efir vasitəsindən. Bu uşağın uşaqlıqdan, kiçik yaşlarından bunun musiqiyə marağı olur. Ancaq böyük qızımın
heç belə musiqi ilə əlaqəsi yoxdur da. Yəni mən istəməzdim ki, məsələn, mən o kiçik qızım bu sənətdə davam eləsin. Çünki bu sənətdə çox gözəl də maşallah olsun, səsi də var. Hətta bu yaxınlarda bir efirə də çıxmışdıq, çox tanınmış bir verilişə. Yəni orada da, yəni o Qarabağ şikəstəsi ilə bütün deyərdim ki, sosial şəbəkələr bütün hamısı paylaşmışdı, yəni onun ifasını. Sözüm onda yox. Yəni mən istəməzdim ki, bu sənətdə davam elətdirsin. Deyirdim ki, çox ağır sənətdir də, istər-istəməz. Yəni bu sənətə həvəsi olduğuna görə də mən ona necə deyim? Yox demədim. Hər zaman da dəstək oluram. Hətta bacımın oğlu Ruslan Əlizadə də, o da çox gözəl səsi var, onun da çox gözəl mahnıları var və mən də hər zaman onlara dəstək oluram. Bunların həvəsi var, istedadları var. Olmasa təbii ki, dəstək olmarsınız. Aydındır. Davam edəcək. Mənim yenidən təşəkkürüm var. Verilişimizin sponsoru olan Çilviza şirkətinə münasib qiymətə tur paket və aviabilet axtaranlar sizi Çilviza şirkəti ilə yaxından tanış edirəm. Şirkətə müraciət etməklə viza dəstəyi, iş vizası, ailə birləşdirilməsi, təhsil vizası, aviabiletlər və turlar, qaynar turlar, Avropa turları və s. bu kimi digər xidmətlərdən yararlana bilərsiniz. Şirkət dünyanın hər yerinə viza məsələsini həll edir. Ətraflı məlumat üçün 099 ilə 199 99 74 nömrəsinə zəng vura bilərsiniz və yaxud Cəfər Cabbarlı küçəsi 44 Kaspiyan Plazaya müraciət edə bilərsiniz. Yenidən qısa bir reklam aramız var, ardından bərabərik. Qısa reklam aramız və yenidən bərabərik. Yeni qoşulanları varsa sizin də vaxtınız xeyir olsun. Arzu xanım, sizinlə davam etmək istərdim. Sizin hüquq kursları var deyərsən. İstərdim bu haqda məlumat verəsiniz. Kimlər yararlana bilərlər? Hansı yaşda artıq müraciət edə bilərlər? Bəli, bizim hüquq kursları artıq uzun müddətdir fəaliyyət göstərir. Hüquqşünaslar üçün olan hüquq kurslarımız var, bir də hüquqşünas olmayanlar, yəni müxtəlif peşə sahibləri gəlib orada öz hüquqlarını öyrənirlər. Bəli, hər bir insan orada gəlib hüquq kursunda iştirak edə bilər. 6 ayda dərsin müddəti, inanın ki, orada iştirak edən tələbələr deyir, 6 aydan sonra biz özümüzü tanımırıq. Yəni o qədər hüquqi cəhətdən savadlı olurlar, o qədər bilgili olurlar ki, yəni özüm də məhtəl qalıram. Bir balaca tarixçəsi var, necə olub biz bu qeyri-hüquqşünaslar üçün açmışıq bu kursu. Qısaca vaxtınızı alım. Deməli, bizdə əvvəllər elanımız var idi, yalnız hüquqşünaslar üçün. Elə mənim kiçik bir ofisim var idi, küçədə qoymuşduq belə bir elanı. Bir qrup tələbə bir də gördüm içəri daxil oldu, gənclər daha doğrusu. Onlar dedilər ki, biz kursa yazılmaq istəyirik. Dedim, buyurun, onda diplomlarınızı verin, bir də şəxsiyyət vəsiqəsi. Deyirlər, nə diplom? Deyirəm, bəs hüquqşünasları açmışıq da onlar üçün də. Onlar o qədər bir keyf olurlar. Deyir, yaxşı, biz hüquqlarımızı öyrənmək üçün mütləq Bakı Dövlət Universitetini bitirməliyik. Bəs onda biz necə olaq? İnanın ki, onların o məyusluğu məni vadar elədi ki, mən fikirləşim, bəlkə belə bir kursda açaq ki, hüquqşünas olmayanlar iştirak eləsin. Ondan sonra biz açdıq o kursu. İnanın ki, onlar o qədər belə effektli, o qədər yaxşı oldu ki, o kurslar. 6 aydan sonra mən bilmirdim, onlar elə suallar verdilər hüquqa aid. Mən bilmirdim ki, hüquqşünaslarla məşğələləri keçirik, yoxsa qeyri-hüquqşünaslarla. Yəni, doğrudan da çox effektli oldu. O şəxslər gedib məhkəmə zallarında kimisə hüquqlarını qoruya bilərlər, yoxsa? Bəli, o şəxslər kiminsə yox, qanunun verdiyi səlahiyyətə görə onlar yalnız özlərini və ailə üzvlərinin hüquqlarını məhkəmədə müdafiə edə bilərlər. Nə gözəl, 6 ay gəlirlər deməli. Bəli, 6 ay müddətində onlara hüququn ən zəruri sahələrini öyrədirik. Yəni, mülki məcəllə, mülki prosesual, əmlak məsələləri, əmlak məsələlərinə necə baxılır məhkəmədə o, cinayət prosesual məcəlləni, bunları öyrədirik. Arzu xanım, bunlar qeyri-hüquqşünaslar. Bəs hüquqşünaslar nəyə görə gəlirlər? Onlar nə öyrənirlər? Bəli, hüquqşünaslar da təkmilləşməyə gəlirlər. Şübhəsiz ki, bizim yeni vəkilliyə hazırlaşanlarımız var, yeni vəkilliyə başlayanlarımız var və yaxud da ki, müəssisədə hüquqşünas çalışanlarımız var. Onlar artıq gəlirlər işlədiyi sahəni peşəkarcasına öyrənmək üçün. Məsələn, vəkildir, cinayət işi necə aparılmalıdır, harda başlayıb, harda bitirməlidir, mülki işdir, tutaq ki, torpaq mübahisəsidir, nədən başlayıb, nədə bitirməlidir. Bunun üçün gəlirlər. Yəni, hüquqşünaslar ixtisaslaşmaq üçün gəlirlər, qeyri-hüquqşünaslar da hüququ öyrənmək üçün. Onlara da görə 6 aylıqda müddəti hamısı? Bəli, onlarda da 6 aylıq müddətdir, amma istəyindən asılı olaraq onlar 2 ayda ola bilər. Məsələn, ola bilər hüquqşünas gəlir, deyir ki, mənim çətinliyim mülki hüquq sahəsindədir, mən yalnız mülkünü öyrənmək istəyirəm. Əlbəttə, onda ona qısa proqramlar
təşkil edirik və o 2 ay O 6 ay deyil, Arzuxan, bütün günü gəlirlər, yoxsa? Xeyr, 6 ayda qrupun seçiminə görədir. Elə qruplar olur ki, həftənin bir günü seçirlər, 3 saat məşğul oluruq. Arada çay, kofe fasiləsi olmaq şərti ilə şübhəsiz. Amma elə qrupda olur ki, onlar həftədə 2 dəfə saat yarım seçirlər. Bax, bu cür. Yəni, 6 ay həftədə müddətinə gəlir və sonunda sertifikat falan alırlar. Bəli, 6 ay müddətində gələnlərə sertifikat verilir. Aydındır. Kəmal xan, bu ifaları seçərkən nəyə diqqət yetirirsiniz? Mən ilk öncə onu Arzu xanıma öz minnətdarlığımı bildirmək istəyirəm ki, sağ olsun ki, bax bu gənclərə bu cür necə deyim, hər bir kəs, hər bir vətəndaş həm dəstək olur, həm də bu hüquqi necə deyim, hüquqlarını bilirlər ki, hər bir kəs öz hüquqlarını bilməlidir. Mən sizə minnətdarlığımı bildirirəm həqiqətən də maarifləndirdiyiniz üçün. O ki, qaldı sas-havalara, ifalara. İfaları da ki, özüm seçirəm. Yəni, Allah ustadlarıma rəhmət eləsin. Yəni, ustadlarım mən necə öyrədiblərsə, o havacatları da mən belə deyim ki, tələbələrimə öyrədirəm. Və havalara qalınca isə özüm seçirəm havaları. Havacatları, məsələn, onları aranjman elətdirirəm. Belə deyim də, gözəlləşdirib xalqa təqdim edirəm. Sizin şəxsi ifalarınızda kimsə gənclərdən götürüb ifa etsə, icazəsiz, onda nə reaksiya bildirərsiniz şəxsi ifalarınız olarsa? Təbii ki. Çünki bəzən oxuyurlar, belə deyim də, kimsə xəstələyir. Mütləq ki, icazə almaq lazımdır. Çünki əgər bir mahnını götürüb oxuyursa icazəsiz, o deyərdim ki, böyük bir hörmətsizlikdir. Çünki bu mahnıya, belə deyim də, can qoyub, həm vaxtını qoyub, maliyyə baxımından. Ona görə də hər bir işdə halallıq gözəl şeydir. Halallıq həm də ki, hörmət. Hörmət edib o musiqinin ifa eləyəndən mütləq ki, icazəsini mütləq ki, almaq lazımdır ki, oxusun. Kəmal xanım, deməli, hansı aşıqlarla at çəkə bilərsinizmi? Tutaq ki, eyni efirdə özünüzü görmək istəmərsiniz, o aşıqlarla mən eyni efirdə olmaq istəmirəm. Yoxsa hamısına münasibət yaxşıdır? Münasibətim hamısına yaxşıdır, gözəldir. Buradan da salamlayıram. Aha, belə. Yox, nəsə var deyəsən, nəsə var demək istəmirsiniz? Yox, heç nə yoxdur. Hamısına mən, yəni o rəhmətli nənəm demiş ki, mən tıxsız balığam, yəni heç kəslə mənim işim yoxdur. Yəni hər bir kəsi salamlayıram, hər bir kəslə sənət yoldaşlarımla da münasibətim əladır. Arzuxan, bəzən biz indi gündəlik həyatda görürük də, kimsə ev üstündə dava edir, bu vərəsəlik üstündə və uzun müddət məhkəmə prosesləri gedir. Bu məhkəmə prosesi gedənə qədər tutaq ki, o evdə heç kim qalmır, yoxsa necə olur o? İki tərəfdən biri tutaq ki, o evdə qalır, digəri pay istəyir. Bu necə olur bu məsələlər? Qalır, yəni məsələ, yəni münasibətlər olduğu kimi qalır. Evdə yaşayırsa, evdə yaşayır, torpaqdadırsa, istifadə edirsə, istifadədə qalır. O vaxta qədər ki, məhkəmə qərar qəbul etsin və həmin qərar qanuni qüvvəsinə alsın. Bu aylar çəkə bilər? Bəli, bu hətta illər də çəkə bilir. Amma vərəsəlik məsələsində yenilik var, yəni istəyirəm onu tamaşaçılarımız da bilsinlər. Əvvəl qanunda necə idi? Əgər vəfat edən şəxsin vəfatından sonra 3 ay müddətində mirası qəbul etmirsə, vətəndaş, oğlu, qızı və s. etmirsə, onda o 6 ayda keçirsə, o mirası qəbul etməmiş hesab olunurdu və miras əmlaka onun hüququ itirilirdi. Amma Konstitusiya Məhkəməsi qərar qəbul etdi. Artıq şəxs vəfat edəndən sonra miras açılan kimi hər kəs orada pay qazanır. Ta o vaxta qədər ki, gəlib imtina etməsin. Əgər şəxs gəlib imtina etmirsə payının, artıq o mirası qəbul etmiş hesab olunur. Yəni bu bir ciddi dəyişiklikdir. Ona görə istədim ki, hər kəs bilsin. Bu insanlar özləri birbaşa məhkəməyə gedib ərz edə bilərlər, yoxsa vəkillə olsa daha yaxşı olar, hüquqşünasla? Əlbəttə, miras əmlakda çox dolaşıq məsələlər var, mürəkkəb məsələdir. Ona görə vərəsəliklə əlaqədar məhkəməyə müraciət edən hər kəs yaxşı olar ki, vəkillə iştirak eləsin. Vəkillə iştirak etsin və həm hüquqlarını bilsin, belə deyək. Həm hüquqlarını, həm də yenidən vərəsəlik elə bir mürəkkəb məsələdir. Orada o qədər maneələr üzə çıxa bilər. Orada müddət məsələsi var, orada mirası faktiki qəbul etmə məsələsi var, neçənci növbə vərəsələrdir, onun məsələ var. Yəni o qədər problemlər üzə çıxa bilər ki, vətəndaş tək çıxarsa, ola bilər onların öhdəsindən gələ bilməsin. Amma vəkillə çıxsa daha yaxşı. Bir də Arzuxan, bu notariat qaydada vərəsə deyir, yazılmalıdır. Şəxs xəstədirsə, yataq xəstəsidirsə, bu necə proses baş verir? Yəni notariusların belə bir hüquqları var, vətəndaşların da bu cür hüquqları var ki, onu evə dəvət edə bilərlər. Bəli, əgər o gəzə bilmirsə, amma şübhəsiz ki, iradə ifadəsini, yəni psixoloji cəhətdən o öz fikrini ifadə etmə durumunda olmalıdır.
vəziyyətində olmalıdır. Fiziki cəhətdən olmasa da əqli cəhətdən sağlam olmalıdır. Ən az öz deməlidir və yazılmalıdır. Bəli, o gəlir notarius evə dəvət olunur və onun vəsiyyətnaməsi tərtib oluna bilər. Aydındır. Bizim bir neçə dəqiqə vaxtımız qalıb. Kəmal xanım, fikirləriniz varmı? Sonda Kəmal xanımın ifası ilə bu arada sağollaşırıq. Bir saatımız yekunlaşır artıq. Mən hər bir kəsə can sağlığı arzulayıram. Hər günləriniz bax belə sazlı sözlü olsun və arzu edirəm ki, hər bir kəs öz hüquqlarını bilsin, özünə aid olan belə deyim, qayda qanunları bilsin və əgər elə bir məsələn vərəsəliyə aid nəsə problemlə üzləşərlərsə, mütləq ki, bu cür vəkillərə, Arzu xanıma müraciət eləsinlər. Müğənnilər arasında da bir də görsən olur, onu məhkəməyə verir, bunu məhkəməyə verir. Arzu xanım, fikirləriniz varmı son olaraq? Bilirsiniz, hər bir peşəni həyatda öyrənmək olar. Biraz uzun çəkə bilər, qısa çəkə bilər, amma hər bir peşəni öyrənmək olar. Amma incəsənət sahəsi elədir ki, o öyrənməklə deyil, o gərək təbiətdən insana verilsin. Bəli, Kəmalə xanım da elə xanımlardır. İnan ki, mən onun səsindən çox zövq aldım. Yəni o qədər mənim xoşuma gəldi onun ifası və əminəm ki, mənim kimi milyonlarla insan var ki, Kəmalə xanımı sevirlər. Uğurlar arzulayıram və sizə də təşəkkür edirəm ki, belə maarifləndirici bir hissə də ayırırsınız və hüququ maarifləndirir. Təşəkkürümü bildirirəm Arzu xanım və sizi tez-tez efirimdə gözləmək ümidi ilə və sonda mənim təşəkkürüm var yenidən verilişimizin baş sponsoru olan sizin mebel mağazasına. Evinizdən çıxmadan kataloq göndərirlər, mebelləri seçirsiniz, qısa müddətdə hazırlanır və qapıda təhvil zamanı ödənişləri ödəyə bilərsiniz. 350 manatdan başlayan masa dəstləri, 400 manatdan başlayan künc divan modelləri və 650 manatdan başlayan yataq dəstlərini onlayn sifariş verə bilərsiniz. Sifarişlər Bakı daxil Azərbaycanın bütün rayonlarına çatdırılır. Ətraflı məlumat üçün 055 ilə 311 53 50 nömrəsinə zəng vura bilərsiniz. Sizinlə sağollaşıram sabaha qədər. İnşallah sabah eyni vaxtda, eyni saatda yenidən görüşmək ümidi ilə sonda Kəmalə xanımın ifası ilə efirimiz yekunlaşır. Buyurun.